Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini dəfələrlə pozub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi ilə qarşı tərəf susturulub. Aprelin əvvəlində cəbhə xəttindəki vəziyyət bugün Prezident İlham Əliyevin Almaniya kansleri Angela Merkellə görüşündə diqqət mərkəzində olub. Ölkə başçısı bəyan edib ki, biz öz ərazilərimizin bir hissəsini azad edə bildik. Bu, Ermənistan rəhbərliyinin unutmamalı olduğu dərsdir. Gözlənildiyi kimi Angela Merkellə danışıqlarda eyni zamanda Almaniyanın bir neçə gün əvvəl qondarma soyqırımı tanıması məsələsi də diqqətdən kənarda qalmayıb. Prezident İlham Əliyevin Almaniya kansleri Angela Merkellə görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yolları diqqət mərkəzində olub. Merkel deyib ki, münaqişənin diplomatik və sülh yolu ilə həllini tərəflərin danışıqlar masasına əyləşməsini istəyirik. Şübhəsiz ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır. Biz burada Minsk qrupunun həmsədrləri olaraq Rusiya hökumətini, habelə Amerika Birləşmiş Ştatları, Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik. Prezident İlham Əliyev isə vurğulayıb ki, xanım kanslerlə bugünkü görüş həm iki tərəfli, həm də regional məsələləri müzakirə etmək üçün gözəl imkan yaradıb. Mən əminəm ki, Azərbaycan-Almaniya münasibətlərinin inkişafı bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Təbii ki, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi müzakirələrimizin əsas məqamlarından biridir. Bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həll olunmasına və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına ehtiyac var. Etnik təmizləmə törədən, beynəlxalq hüququ pozan, ərazi işğal edən Ermənistana qarşı sanksiya tətbiq olunmayıb. Təmas xəttində baş verən son hadisələr göstərdi ki, atəşkəs kövrəkdir və dayanıqlı deyil. Ermənilər təmas xəttində təxribatlar törətdi, biz də özümüzü, dinc vətəndaşlarımızı müdafiə etməliydik. Biz öz ərazilərimizin bir hissəsini azad edə bildik. Bu, Ermənistan rəhbərliyinin unutmamalı olduğu dərsdir. Prezident həmçinin bir neçə gün əvvəl qondarma soyqırımı tanıyan Almaniyada ermənilərin törətdiyi Xocalı soyqırımından danışıb. Dünyanın 10 ölkəsinin bu soyqırımı tanıdığını xatırladıb. Kansler isə Bundestag üzvlərinin azad olduqlarını deyərək Türkiyə tərəfinin ittihamlarının anlaşılmaz olduğunu bildirib. Görüşdə Azərbaycandakı siyasi vəziyyət də müzakirə edilib.